Arzunu yazarken necə haqqında düşünməmək lazımdır. Necə olacaq, necə arzuma çatacağım, necə şübhə yaradır, prosesi dayandırır, enerjini bloklayır. Ona görə necə olacaq yox, nə yolla da olursa olsun, amma olacaq. Necəni həyatın öhdəsinə burax. Sən məqsədi seç, parametrları seç, nəticəni seç. Əgər bütün yolları həyata həvalə etsən, qarşında nəhəng imkanlar açılacaq. Sən təsəvvür etdiyindən qat-qat geniş. Bir nümunə gətirim. Bir qız var idi. O deyirdi ki, mən bir oğlanla evlənmək istəyirəm və köç etmək istəyirəm digər şəhərə. Onunla birgə başqa ölkəyə köçmək istəyirəm. Yəni onunla birlikdə digər ölkəyə emiqrasiya etmək. Sonra proses açılmağa başladı və məlum oldu ki, o qız oğlanla evlənmək istəmir. O qız sadəcə düşünmüşdü ki, bu insan emiqrasiya üçün bir yoldur. Amma onun əsl arzusu nə idi? Yalnız və yalnız başqa ölkəyə köç etmək. Burada sual yaranır ki, niyə onda sən arzunu belə yazırsan? O qız əslində öz arzusunun içinə reallaşma yolunu paketləmişdi. Amma halbuki o belə deyə bilərdi, mən başqa ölkəyə köçmək istəyirəm və bu artıq həqiqi istəkdir. Həyata sənə kömək etməyə imkan verir. Öz arzunu çərçivəyə salma. İcra yollarını özün uydurma. Necə olacağı həyata burax. Sən istəyi seç, parametrları seç, qalanını həyat özü həll eləyəcək.